Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda bu ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verilir. Qeyd edilib ki, yanvar-aprel aylarında da orta illik inflyasiya eyni səviyyədə qeydə alınıb. Məlumata görə 2025-ci ilin sonunda orta illik inflyasiya göstəricisi il əvvəlki 2,2% ilə müqayisədə 5,6%-ə çatıb. İqtisadiyyat Nazirliyinin qiymətləndirilməsinə əsasən Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 4,8%, 2027-ci ildə isə 4,5% səviyyəsində olacağı proqnozlaşdırılır. Mərkəzi Bankın 2026-cı ilin fevralında açılacağı son proqnoza görə isə cari ildə illik inflyasiya 5,9%, 2027-ci ildə isə 4,5% səviyyəsində gözlənilir.